çoxu öz pulunla gedib orada oxuyub gəlirlər. Bəli, çox mükəmməl bir, mən deyərdim ki, həkim ordusu var. Yavaş-yavaş hər şeyini, bax, məsələn deyim, adicə boyun fəqərələrinin həkimi ayrıcadır. Çox gözəl bir cavan, heç qarşına çıxsa cavan bir uşaqdır deyərsən. Çox savadlıdırlar. Cəmil adında çox gözəl bir oğlan, həqiqəti deyirəm məsələn, çox və eləcə də beyin travmatologu var, Rəhimzadə var, çox gözəl Tural adlı, çox gözəl xaricdə, Türkiyədə oxuyub uzmandır, gəliblər. Çoxdur belələri. Bir saymaqla qurtarmaq olmaz. Endokrinologu var, cərrahiyyəsi var, ürək həkimi var, qaraciyər köçürən var, böyrək sahəsində çalışanlar var. Bunlar hamısı uzmandırlar. Çox savadlıdırlar. Həqiqətən belə həkimlər çoxdur. Ancaq bizim xəstələrin çoxu o həkimlərə çatırmı? Onlara əlləri gedirmi? Əksəriyyəti yox.